Rekorda başladım. 23-cü ilin birinci cəhdindən. Birinci sual. Deyir, hansılar qrafik faylların genişlənməsidir? Qrafik şəkil proqramları ilə bağlı olan proqramlar kimi götürülür. Görək burada nələr olacaq. CorelDRAW şəkil proqramıdır. BMP raster qrafikasıdır. Daha sonra PNG raster qrafikasıdır. PSD Photoshop'un genişlənməsidir. Burada CorelDRAW aiddir vektor qrafikasına. BMP, PNG raster qrafikasıdır. Raster və PC'də də Photoshop'un genişlənməsi olduğuna görə raster qrafikasıdır. Bizdə də Mən bunu qrafiklər istəyir. o günlərim eləmişdim. Elə bil dünən eləmişəm də. Yox, dünən yox, ondan qabaq gün eləmişdim bu testi. Bu günlərim bazar günü sınağı eləyəndə bunu düz yazdım. Bazar Yaxşı, günü sınavda bunu salmışdım. tamam. Deməli oldu 1, 3, 6, 8. Baxaq görək bəs digərləri nəyin genişlənməsidir. Burada bat var. Bat əmrlər faylıdır. Batch deyilir ona. Əmrlər faylının genişlənməsi olur bat. Çox düşən suallardan biridir bu bat. RTF. RTF WordPad-in və ya Word-ün keçmiş versiyalarının genişlənməsidir. Backup. Ehtiyat sürəti. Ehtiyat sürəti genişlənməsidir. Və növbəti gəldi John. John genişlənmə deyil. John fayl və qovluğun adında istifadə oluna bilməyən adlardır. Bizdə də qrafik istədiyinə görə olacaqdır 1, 3, 6 və 8. Gəldik 27-ci suala. Yeni slayd əlavə etmək üçün tutulan əmr hansı tabdadır? Yeni slayd əlavə etmək üçün 2 dənə tabdan istifadə olunur. Biri Home tabıdır, biri də Insert tabıdır. Hansı cavabda olsa onu götürəcəksiniz. Burada da cavabda Insert yerləşir. Ümumiyyətlə, yeni slayd əlavə etmək üçün tablardan və klaviatura düyməsindən istifadə olunur. Klaviatura düyməsi Ctrl-M-dır. Maşın. Home tabında da New Slide var. Insert tabında da New Slide var. Bir də Ctrl-M. Yeni slide əlavə edirəm. Cavabımız olacaqdır burada C variantı. Növbətə gəldi 28-ci sual. 28-ci sual tətbiqlə bağlı bir sualdır. Bizə soruşur ki, 12 xanadan ibarət olmalıdır. 12 xanadan ibarət olmaq üçün gərək biz variantları bir-bir yoxlayaq. A variantı, B variantı, C, D, E. Amma burada doğru cavab C variantıdır. Ay müəllimə, bu bir C dəfə də variantları, düşmüş. Yəni bunu əzbər digər, bildim, amma yenə hə, də elədim. digər variantları baxsaq, yoxlasaq, görəcək ki, birində 15 dənə xana alınır, birində 10 dənə, amma 12 dənə xana bir dənə C-də alınır. Gəlin bunu da yoxlayaq. Biz birinci sütunları yazarıq. Sütunlarımız hansılardır? C, D, Y sütunu. C-dən Y-yə qədər. C, D, Y sütunu. Cəm olur 3 dənə sütun. Və gəlirəm sətirlərə baxıram. Bəs sətirlərim hansılardır? 2 ilə 5-dir. Yaxşı, 2 ilə 5 arasında sətirləri hesablamaq üçün biz nə edirik? Sondan çıxarıq əvvəli, üzərinə gələrik 1-i. 5-dən 2 çıxanda alınır 3, 3-ün üzərinə 1 gələndə alınır 4. 4 dənə demək sətir var. Ümumi xanaların sayı da sətirdən sütunun bir-birinə olan hasildir. 3-ü də vuracaqsınız 4-ə, alacaqsınız 12 dənə xana. Cavabımız oldu C variantı. Gəldik 29-cu suala. Makroslar nə üçündür? Ta ki ofis proqramlarına başlamamışdan, mən dəfələrlə demişəm ki, makros tez-tez istifadə olunan əməliyyatlardır. Harda tez-tez sözünü görsəz, bilin ki, o makrosdur. Cavabımız oldu C variantı. Gəldik 30-cu suala. 30-cu sual Word-ün LED qrupları ilə bağlı bir sualdır. Deməli, bu A-ya aiddir, bu B-yə, C-yə, D-yə, E-yə. Buradan əslində variantlardan da tapmaq mümkündür. Elə siz D-dən biləcəksiniz ki, bu Deyim, ay paraqrafdır. sənə. Hələ mən də onu Paraqraf. dedim. Paraqraf. Birincisi arrangedir. Bu show-ya aiddir. Insert tabında yerləşən text length qrupu var və digəri isə pages length qrupudur. Və gəlin bunları qeyd edək. Buraya yazaq text.
Burada yazacaq pages. Pages lent qrupu. Bizdən nə istənilir? Əgər yenicə aid oldu A, biri aiddir A. Paragrafa aid oldu D. Show'ya da aid oldu B. A, D, B. D variantı. Gəldik 31-ci suala. 31-ci suala çalışın tərcümə ilə yazın. İngilis dilini bilirsinizsə, bunu tərcümə ilə işləmək mümkündür. Baxın. Heç mən elə bir ki, informatikada... Hacı Elham səsiniz getdi. Hə, onu deyirəm, səsimi eşidirsiniz. Burada C ilə tapdım ay müəllimə mən. İndi baxın. İzah edirəm. Burada nə yazılıbdır? Same. Same nə deməkdir? Yazın Eyni. on each folder in the same window. Yəni, iç-içə olan qovluqları eyni pəncərədə açır. Baxın, tərcüməsi bu deməkdir. İndi baxıram. Deyir, open each folder in its window, its own window. Own nə deməkdir? Şəxsi. Yəni, ayrı-ayrı deməkdir. Gəlib indi variantlarımla tutuşdururum. Görək bizə nə demək istəyir. Deyir ki, iç-içə yerləşmiş qovluqların hər birinin ayrı. Ayrı demək nə deməkdir? Own deməkdir. Gəlib burada götürürəm şəxsi olanı, D-ni. Biri aiddir D. Eyni pəncərədə açılır da the same window. Bax, the same window yazılıb C. 2 aiddir C. Ümumiyyətlə faylların genişlənmələrini əks etdirir, göstərir. Deməli, bu view ilə bağlıdır. Burada yazıram view. View görək hardadır? View da burada yerləşir. Baxın, bu A-da. Gəlib yazacağım A. Gördünüz, bu qədər çətin görsənən bir sualı asanlaşdırdıq. D, C, A. D, C, A. A variantı. Tərcüməni tapın. Yadınıza saxlayın ki, baxın, bu sizə dönə-dönə lazım olacaq. Gördünüz ki, sualı bilmirsiniz. Heç məlumatınız yoxdur. İngilis diliniz varsa, götürün tərcümə ilə yazın. Düz olur mütləq. Çünki pəncərə suallarının əksəriyyəti tərcümə ilə tapılır. Bilməsəniz belə oturun tərcümə ilə tapın. Baxaq, indi 32-ci suala. 32-ci sual printer məsələsidir. Bizə nə veribdir? Bizə verib even. İlk gözümüzə sataşan burada olmalıdır ki, ya even verməlidir, ya da odd. Gördük ki, biz even verib. Even nə deməkdir? Cüt səhifələr deməkdir. Bir də var odd. Odd deyəndə isə tək səhifələr nəzərdə tutulur. Biz even verib deyə oldu cüt səhifələr. Gəlim səhifəmin sayına baxıram. 30 dənə səhifəm var. 30 dənə səhifənin 15 dənəsi təkdir. 15 dənəsi cütdür. Yəqin ki, riyaziyyatdan bilirik də 1, 3, 5, 7, 9, 11 bunlar tək ədədlərdir. 2, 4, 6, 8, 10, 12 ta ki 30-a qədər bunlar da cüt ədədlərdir. Saysaq 15 dənə cüt, 15 dənə tək ədəd verəcək. Gəlirəm ikinci şərtimə baxıram. İkinci şərtim budur ki, 1A4 vərəqinə yerləşən səhifələrin sayı. 1A4 vərəqinə 2 dənə səhifə yerləşir. Amma mənim 15 dənə səhifəm var. 15-i böləcəm 2-yə. 15-in içində 2 yerləşir 7 dəfə, amma qalığı qalır. Biz də bunu tam götürmək istəyiriksə, bizə 8 dənə vərəq lazımdır. Çünki yarımçıq vərəq qalmayacaq ki. Yarımçıq vərəq olmur. Deməli, mənə 8 dənə vərəq lazımdır. 15 dənə səhifəni yerləşdirmək üçün 1A4 vərəqinə maksimum 2 dənə səhifə yerləşdirmək. Gəlirəm, 3-cü şərtimə baxıram. 3-cü şərtim də bizə boz deyir. Boz 200-lü deməkdir. Mənim 8 dənə vərəqim 100-lüdür. Bəs 200-də olsa necə olacaq? 8-i böləcəyik 2-yə. Alacaq 4 dənə bəli vərəq. Onu da 5-ə vuracaq 20. Bəli, növbəti bizim 4-cü şərtimiz 5-ə vurmaqdır. Yəni, kopyaların sayına vurmaqdır. 4-ə vuracaq 5-ə, alacaq 20 dənə səhifə. Bu sol hissədə ingilisini də veribdir, sağ hissədə isə Azərbaycan dilini də verib. Gəldik 33-cü sual. Yaddaş mikrosxemləri. Yaddaş mikrosxemləri demək hansı yaddaş qurğularıdır deməkdir. Bunlardan hansı yaddaşdır? RAM, bir də KNOS. Biri aiddir AY. Giriş qurğuları hansılardır? Giriş qurğularına aiddir skaner. 2-yə aiddir C. Portlarımız da PC2, USB. 3-ə aiddir B-dir.
Bu da 1A-sı 2B, 3B'dir. Y variantı. Növbəti gəldik View 34-cü suala. O 34-cü sualda View tabında yerləşən Window Lint qrupudur. Window Lint qrupunda nələr var? Səhifəni yeni pəncərədən açmaq, aktiv pəncərələri pilləvari şəkildə göstərmək, Free Space sətir və yaxud da ki, sütunu dondurmaq, burada Split eyni sənədi iki hissəyə ayırmaq, Hide. Hide kitabı gizlətməkdir. Yəni sənədi baxın bu şəkildə gizlədir, işçi vərəqi yox, ümumi sənədi. Unhide edəndə də bura book yazılır, yəni kitabın gizlədilməsi üçündür. Digər bu aktiv olmayanlarsa hələ ki bizə lazım deyil. Yazıb iş vərəqini gizlətmək. Dedim iş vərəqini gizlətmək yox, iş kitabını gizlətmək üçündür. Pəncərəni müxtəlif ölçülü, bəli, bir neçə sahəyə ayırmaq doğrudur. Cədvəlin birinci sətrini dondurmaq, bəli, doğrudur. İş vərəqini dondurmaq, xeyr. İş vərəqinə parol qoymaq, xeyr. İş vərəqini ümumiyyətlə dondurmaq olmur. Belə bir şey yoxdur. İş vərəqinə parol qoymaqsa olur, review tabından. Bu belə. Cavabımız olacaqdır 2, 3, 4. C variantı. Gəldik 35-ci suala. Deyir ki, mübadilə ferindəki mətn fraqmentini neçə dəfə istifadə etmək olar? Ta ki, mübadilə bu ferindən silinənə qədər istənilən sayda istifadə etmək olar. Bunu da biz çox demişik. Windows'un bir əməliyyat sistemində də demişik. Çox düşən sualdır. Mübadilə bu ferindən silinənə qədər istənilən elementi yapışdırmaq mümkündür. 36-cı sual. Rahat bir sualdır. Gəlin işləyək. S-in qiyməti 128-dir. 128-i 2-yə böləndə 64. Gəlib baxıram. 64 böyükdür 30-dan. Evet. Hə. Bəli. Gedirəm yəni. Bir krukda qalxdım yuxarı. S-in son qiyməti S-in son qiyməti 64-dür. 64-ü böldüm 2-yə aldım 32. Düşdüm aşağı. 32 böyükdür 30-dan. Bəli. Yeni getdim həyə 32-ni böldüm 2-yə yazdım 16. 16 böyükdür 30-dan yox. Düşdük yox. S-in son qiymətini çap eləyir. S-in də son qiyməti oldu 16. Y variantı. Bu qədər rahat bir sadə sual. Gəldi 37-ci suala. Sənədə şərh əlavə etmək üçün. Sənədə şərh əlavə etmək üçün bir insert tabından istifadə olunur. Bir də review tabından istifadə olunur. Gəlin bunu da sizə göstərim ki, bu Word-da hardadır. Word-da daxil oldum. Baxın, bir insert tabında comment var, şərh. Bir də review tabında şərh var. New comment. Bir insert-dədir, bir də review tabındadır. Görək burada hansı var? Burada review verilibdir. Cavabımız oldu Y variantı. Bura qədər kiminsə sualı var, qaranlıq qalan, nəyəsə başa düşmədiyi. Xeyr, Həcər xanım. Tamam. Getdik 38-ci suala. Deyir, mak ünvanı ola bilməz. Mak ünvanı şərtləri budur ki, 6 hissədən ibarət olmalıdır. Hər bir hissə 16-lıq sayı sistemində istifadə olunan rəqəmlərdən, hərflərdən ola bilər. Və 3 dənə simvol ola bilməz. Birinciyə baxıram ki, 4 dənə veribdir. Yanlışdır. İkinciyə baxıram 5 dənə veribdir. Yanlışdır. Üçüncüyə baxıram 6 dənəlikdir. Hər birində 2 dənə simvol var. Hərflərdə doğrudur, rəqəmlərdə doğrudur. 3 düzdür. 4-ə baxaq. 4 doğrudur. 5-də Q hərfi var. Ola bilməz. Və 6-ya baxaq. 6 da doğrudur. Bizdən yanlış olanları istəyir də, səhv etmirəmsə. Olacaqdır 1, 2, 5. 1, 2, 5 yanlış cavabdır. C variantı. Gəldik 39-cu suala. Deyir, elektron təqdimat faylı hansıdır? Biz bilirik ki, faylın tipinə əsasən biz faylı müəyyənləşdiririk. Yəni, bizim baxacağımız bu nöqtədən sonra olan hissədir. Burada docx Word-a aiddir. PPTX PowerPoint-dir. MDBX verilənlər bazası. RTFX WordPad. Kılıçkıdakı Excel. Təqdimat faylı bunlardan hansıdır? PowerPoint-dir. Cavabımız oldu D variantı. 40-cı sual. 40-cı sual necə həll olunur?
Birinci siz diskə baxırsınız. Diskiniz nədir? D diski. Yəni, D diskini cari et. Birinci 5-dən başlayacaq. Sonra tovun qovluğunu yaradırsan. Gəldi, tovun qovluğunu yaratdıq. 5-dən sonra gəldi 2. Növbəti, növbəti. Yaradılmış qovluğa daxil olursan. Niyə? Çünki yaradılmış qovluğa daxil olmamışsan, heç nə edə bilməzsən. Sonra gəlməlidir 4. Street qovluğunu yarat və aç. Home tıxıdı. Faylını yarat. Bu qədər. Canımız oldu da variant. Birinci D diskinə daxil olduq, sonra tovuna. Sonra tovunun içinə daxil olduq, street yaratdıq. Streetin içinə daxil olduq, home TXT-ni yaratdıq. Gəldik. Dəfələrlə düşən o sual, 41-ci sual piksel məsələsi. Hər bir qəbulda biz bu piksel məsələsini görürük. Piksel məsələlərin sürət və zaman olmadıqda bircə dənə düsturu var. Həcm bitli ifadə olunur. Bərabərdir A vurulsun B vurulsun N. Bizə piksellərin sayını veribdir 1024-ün 5 son 2. Amma biz həcmi ilə ifadə etməliyik? Bitlə. Bizə kilobayt veribdir, amma biz onu bitlə ifadə edəcəyik. Deməli, 256 kilobayta çevirmək lazımdır bitə. Yazacaq 2 üstündə 8, vurulsun 2 üstündə 13. Bərabərdir. Piksellərin sayı 2 üstündə 10, vurulsun 2 üstündə 9, vurulsun n. Buradan ixtisallarımızı aparsaq, yerdə qalır n, 2-nin kvadratı. 2-nin kvadratı 4 deməkdir. Biz kiçik n-i tapdıq 4. Amma bizdən istənilən rəng çalarlarının maksimal sayıdır. Maksimal sayı da böyük n-dir. Bu da 2 üstündə 4-ə bərabərdir. Yəni 16-ya. 16. 2 üstündə 13-ü hardan aldınız müəlliməm? Necə? 2 üstü 13-ü hardan aldınız burada? Bax. Bizə burada nə veribdir? Kilobayt. Həcm nə ilə ifadə olunur? Bitlə. Kilobayt nəyə çevirmək lazımdır? Bitə. Hı. Kilobayt limitə çevirəndə nə edirsən? 2 üstündə 13-ə vurursan. Kilobayt 1 kilobayt neçə bitdi? 2 üstündə 13 bitdi. Kilobaytdan da bitə keçəndə 2 üstündə 13-ə vururlar. Oldu cavabımız A variantı. Növbəti baxaq 42-ci suala. Verilənlər bazası strukturunda yazı anlayışı nəyi bildirir? Bir var yazı anlayışı, bir var sətr anlayışı, bir də var kortej. Bunlar hamısı cədvəlin sətridir. Yazı. Yazı sətr deməkdir. Sahə yazılsa, sahə. Sahə sütun deməkdir, sütun. Bir də buna həmçinin domen də deyilir. Domen. Sətrə həmçinin deyilir yazı, həmçinin deyilir kortej. Oldu cavab B variantı. Gəldik 43-cü suala. Hansı əməliyyat sistemi deyil? MS-DOS, Linux, Unix, Ubuntu əməliyyat sisteminin versiyasıdır. Bunlar hamısı əməliyyat sistemidir. Netscape Navigator isə əməliyyat sistemi deyil. Gəldik 44-cü sual. 44-cü sualda bütün variantları oxuyanda doğrudur. Amma bir dənə C variantını oxuyanda gözünüzə nəsə taşır. Deyir ki, kompüter söndürüldükdə belə əməli yaddaşdakı informasiya saxlanılır. Xeyr. Əməli yaddaş enerjidən asılıdır. Kompüter söndürüldükdə orada olan bütün məlumatlar itir. Əməli yaddaş dediyimiz RAM-dır. Burada informasiya saxlanılır, yox, saxlanılmır yazılmalıydı. Müəllim, orada daimi yaddaş olsaydı, onda düz sayılardı, düzdür? Bəli, bəli, bəli. Baxaq 45-ci suala. Aşağıdakılardan hansılar kompüterin xarakteristikasına aid deyil? Kompüterin xarakteristikaslarına aid idi. İşləmə sürəti, məhsuldalıq, yaddaşın tutumu, iş etibarlılığı, qiyməti, işləmə sürəti. Baxın, iş etibarlığı var, qiyməti var. Sonra işləmə sürəti var. Bizdən aid olmayanlar istəyir. 1, 3, 4,
və 6. 1, 2, 4, 6 A variantı. Növbəti gəldi 46-cı suala. 46-cı suala deyir C14 xanasının qiymətini hesablayın. C14 buradır. Bizdən tələb olunur ki, C12 və C13-ün cəmini tap. Count A. Baxın, bir var count. Count A, count if. Count A-sız yazılsa, burada A olmasa. O zaman sən yalnız ədədləri sayırsan. Amma count A olduqda dolu xanaların sayıdır. Bizə A12, B15 diapazonu verilibdir. A12, B15 diapazonu bax bura. Buradakı ədədlərimiz hansılardır? 1, 2, ədəd deyirəm, üzrlü sayın. Count A-dır, yəni nə gördünüzsə saydı. Nə qədər dolu xanam var? 8 dənə dolu xanam var. 8 olacaqdır. Sonra deyir, maksimum A12, A15. A12-dən də A15-ə qədər baxın buradır. Bura. Buradakı maksimum ədəd də 6-dır. Çünki dırnaq arasında olan ifadə mətn kimi gedir. Toplayın. 8-dən 6-ın cəmi sizə verəcəkdir 14. Mən əgər A olmasaydı 9-u götürmürdük də, hə? Hə, bəli. Buradakı bu A olmasaydı, burada götürüləcəkdi 7. 7 dənə. Hı. Baxaq 47-ci suala. Deyir, baza proqram təminatına, burada PT proqram təminatı deməkdir. Baza proqram təminatına daxil olmayanları seçin. Daxil olmayanlar. Əməliyyat sistemləri sistem proqram təminatına aiddir. Proqramlaşdırma vasitələri instrumentala aiddir. Antiviruslar sistemə aiddir. Əməliyyat örtükləri sistemə aiddir. Proqramlaşdırma dilləri də instrumentala aiddir. Burada hamısı oldu ki, cavab. 1, 2, 3, 4, 5. Görə 47 cavab bu çıxıb. Yox, ha, müəllim 2, 3, 5 gedib. Gözlə. Bu yüz neçə idi, bu heç bilmədim. Gözləyin, ola bilməz. 3 yazmış. Bizdən bazanı istəyir. Bazanı istəyir. Bazanı istəyir. Hə. Bazanı istəyir. Gözləyin. Baza. Bazaya aiddir əməliyyat sistemləri, əməliyyat örtükləri. Bir də şəbəkə əməliyyat sistemləri. Əməliyyat sistemi bazaya aiddir. Bazaya aiddir. Həmçinin əməliyyat örtükləri də bazaya aiddir. Bir də var şəbəkə əməliyyat sistemləri, o da bazaya aiddir. Ona görə də olacaqdır. Burada 2, 3, 5. Çünki burada antiviruslar aiddir servis proqram təminatına. Sistemin servisinə aiddir. Baxaq, 48-ə. Lokal şəbəkə texnologiyalarını seçin. Gəlin burada cavabımızı qeyd edək. 2, 3, 5. 48. Lokal şəbəkə texnologiyalarını seçin. Lokal şəbəkə texnologiyaları öyrənilir. Kompüter şəbəkələri dərsində. Burada ən son açıram. Burada var Fast Ethernet, Ethernet, FTDI, 100 VGN LAN, Token Ring və Aknet. Görək hardadır. Baxın. Lokal şəbəkə texnologiyalarıdır. Ethernet, Fast Ethernet. Elə təkrara vermişdiniz də Həcər xan bunu. Bəli. 100 VGN LAN və Aknet. 1, 2, 5. Frame Relay qlobaldır. 4 də var da müəllim. Ethernet 4 da var müəllimə, Bəli, 4. da var, dörd də var. Ethernet. Aha. Frame Relay qlobaldır. ATM-dəki heç birinə getmir. Olacaqdır 1, 2, 4, 5. Növbəti gəldi 49-cu sual. 49-cu suala deyir ki, onluq ədədinin ikilik yazılışında birlərin cəmini tapın. Biz burada nə görürük? Görürük ki, hamısı 2-nin qüvvətidir. İnin Biz də bilirik qüvvətləridir bu. ki, 2-nin qüvvətidirsə, deməli bunlar hamısı birlərdir. Hamısı bunların birdir. Nə qədər 1 var? 11 dənə. Cavabımız eləcək olacaqdır 11. Nə qədər 2-nin qüvvəti varsa, bir o qədər də 1 var deməkdir. 50-ci sual.
İnternetdə bir kompüterdən digərinə faylların ötürülməsi protokolu FTP protokoludur. Burada F ilə də Məsələn, yazılırsa. 49 da deyə bilərsiniz. Bax, bunlar hamısı 2-nin qüvvətləridir, düzdür? Biz Aha. misallar işləyirdik ya, hansı 2-nin qüvvəti iştirak edirsə, onun altına 1 yazırsan. Hə, sıfırları eləmirdik. Sıfırlar eləmirsən. Burada da hamısı Hı hı. 2-nin qüvvətdir deyə 1 yazdıq. 11 dənə. Hı hı. 11 dənə oldu, 11 dənə deməli 1 var. Tamam, anladım. Buna uyğun Yəni, başqa misal var. Yəni belə bir şey başqa cür düşə bilər. Biz onda bilməyək 1-dir, 0-dır. Müəllim, orada yadım, məsələn tutalım ki, 2-nin qüvvəti olmayan rəqəm ola bilər də, hə? Sualda. Arada birini ötürsə, məsələn 8-i yazmasa, 8-in yerinə ki, deməli 0-dır. bax. Burada hamısı 2-nin qüvvətidir. Gəlib 2048-in əvəzinə yazıb 2047. Bu artıq 2-nin qüvvəti deyil. Yəni. Amma mən bunun 2-nin qüvvətlərini gərək cəm şəklində göstərim. Yəni siz əsas odur bilin ki, hansı 2-nin qüvvətdirsə o 1-dir. Yoxdursa 0-dır. Tutaq ki, baxın belə bir ifadə yazıram. 33 ədədir. Onluq say sistemindən keçirmək istəyirəm ikilik say sisteminə. 33-ü 2-nin qüvvətlərini cəmi şəklində göstərirəm. 2 üstündə 5 toplansın 2 üstündə 0. Yəni 32 toplansın 1 kimi, düzdürmü? Gəlirəm aşağıda cədvəlini qururam. 2 üstündə 5, 2 üstündə 4, 2-nin kubu, 2-nin kvadratı, 2 üstündə 1 və 2 üstündə 0. Hansı 2-nin qüvvəti iştirak edirsə, onun altına 1 yazıram. 2 üstü 5-in altına 1 yazıram, 2 üstü 0-ın altına 1 yazıram. Digərlərinə 0. Demək istədiyim budur ki, hansı 2-nin qüvvəti varsa, onun altına 1 yazırlar. Yoxdursa 0 yazırlar. Bu da eyni şəkildə. Bu da hər hansı bir ədəddir. Toplayıblar, ədəd alınıbdır. Baxıblar, görüblər ki, bu ədəd hamısı 2-nin qüvvətlərinin cəmidir. Ona görə də hamısının altına belə bir yazıblar. Yəni yazmayıblar. 2-nin qüvvətlərini yazıblar, o birləri siz tapırsınız. Bu qaydadan irəli gəlir. Hansı 2-nin qüvvəti iştirak edirsə, deməli onun altına nə yazmaq lazımdır? 1 yazmaq lazımdır. Bu belə. Gələk indi isə baxaq 50-ci sualımıza. Görək dərslərdə kimlər var? Aysel'in səsi gəlmir nəsə. Aysel deyəsən dərsdə deyil. Aysel yazmışdı ki, şey olacaq, rekordu olacaq. Hə, tamam. Bizi səhifədən atdı. Burada nə dedik? Dedi ki, fayllar sözü varsa FTP protokoludur. FTP. Fayl transfer protokol gedir. Elektron pontun göndərilməsi. SMTP ilə Göndərmək POP sözündə 3-dür də, send. düzdür? Bəli. Ay müəllim, bunu o günlərin bilsiz hardansa qabağıma çıxmışdı, necə izah elədilər, yadımda qəşəng qaldı. Yazılır ki, FTP F fayl deməkdir oradan. Başın Sonra batmasın. İndi mən demədim, fayl sözündə F var. hə, sonra S send Bax, deməkdir. indi nə yazmışam Pərvin? Hə. Hə, Bəziləri deyir, qəbul kimsə deyir bu olunması. yaşda. Qəbul olunması pop 3. Pop şirələri var. Pop şirələrini yeyinirsiniz, içirsiniz. Həm də Demək, postdur da müəllim, post. qəbul üçündür, bəli. Elə görürsünüz, o mənim tələbələrim də elədi, narahat olma. Hamısı Müəllim, TikTokda baxın, bütün gün baxsın deyin də, gəzirlər. baxmasın deməyin. Bütün gün TikTokda, Instagramda gəzirlər. Deyirlər, müəllim, o günləri bir dənə sual gördük, biri izah edirdilər. Deyirəm ki, gedin onda TikTokunuza baxın. Yox, Bax, bu ay müəllim, sualı da TikTok mənə deyildi. dedilər. Bax, bu sualı da mənə o günlər dedilər. Dedim, bala, mən indi sənə nə dedim? Fayllarda F var, FTP, göndərilməsinə send var, SMTP, qəbul olunmasını onlar deməmişdilər. Mən göstəriblər ha videonu. Mən də deyirəm ki, POP3 şirələrini POP 3 protokolunu POP şirəsinlə yadınızda saxlayın. Çünki POP şirəsini siz qəbul edirsiniz. Onun görə də məktubların qəbul olunması. Belə.
Paste-lə, Narahat Onda paste. edirəm. sizdə nə? Həcər xanım Hə, onu paste-lə yadda saxlamaq olar. olar, hə. İndi baxaq 2023-cü ilin 2-ci cəhdinə. Elə ilk 26-cı sual. 26-cı sual əslində sadə sualdır. Uzun görsənməsinə baxmayın. Sadəcə tərcümə ilə siz bunu tapa bilərsiniz. Tərcümə ilə. Deyirəm ki, ümumiyyətlə bu pəncərə sualları olsun, ya uzun-uzadı yazılmış belə suallar olsun, çalışın tərcümə ilə eləyin. Nə deyir? Bütün sənədi seçdikdən sonra aşağıdakılardan hansılarla mətnin formatlaşdırılmasını bütünlüklə ləğv etmək olar? Bu nə deməkdir? Mətnin formatlaşdırılması. Mən yazıram salam ifadəsi və gəlirəm salam ifadəsini yazıram belə kursiv formada, yazıram tutaq ki, rənginin şriftini dəyişirəm. Sonra buradan belə bir effekt verirəm. Bu formatıdır. Məndə deyir ki, sualda mətnin formatlaşdırılmasını ləğv etmək. Yəni mətnin formatlaşdırılmasını silmək. Biz bunu Home tabından edə bilirik. Home tabının Cut düyməsini klikləmək və Keep Text Only nə deməkdir? Yalnız mətni saxla deməkdir. Düyməsini klikləməklə. Həqiqətən də biz bura gəlsək, bu past hissəsində, past special hissəsindən, bu artıq bizdə ödənmir, çox təəssüf ki. Buradan da ayarlarını eləmək mümkündür. Amma ki, belə deyək də, əvvəllər burada past special da eləmək olurdu. Amma indi etmək olmur. Qoy bura nə eləyək görək. Buradan da olmur, görürsünüz. Eləmək olmur. Demək, Keep Text Only var. Yalnız mətni saxla. İfadəsini klikləməklə biz mətnin formatını silə bilirik, amma mətnin özünü saxlayırıq. Burada yazılıb ki, Picture. Picture nə əlaqə? Mən şəkillə mi işləyirəm? Xeyr, işləmirəm. Ctrl Escape əlaqəsizdir. Ctrl Escape Start deyib menüsünü açır. Əlaqəsizdir. Gəlib dördüncüsünü oxuyuram. Unformatted text. Bəli, doğrudur. Yəni formatı silir. Düzdür. Home tabından Keep Source Formatting yazıb. Keep Source Formatting yazır mənbə formatını saxla. Formatı saxlamaq üçündür. Amma mənə formatı silmək lazımdır. Deməli 5-də yanlışdır. Düzgün cavabımız olacaqdır 1-4. Tərcümə ilə edin, tapın. Sonra bilirəm ki, o sual sizə çətin gəlir. İndi də belə beyninizdə suallar formalaşıb. Hiss eləyə bilirəm. Amma dediyim kimi sualdan qorxmayın. Gəldik 27-ci suala. Həcmi 224 bit olan məlumat neçə megabayt informasiyanı özündə saxlayır? Deməli, siz burada bitdən keçməlisiniz megabayta. Bitdən də megabayta keçəndə 223-ə bölürlər. 224-ü böləcəksiniz 223-ə. Burada da qalacaqdır 2. Cavabımız olacaqdır B variantı. Sonra kompüter kabel interfeys platası, kompüterlər kabelə. Kabel varsa, deməli, burada söhbət nədən gedir? Şəbəkədən. Şəbəkə adapteri. Kompüterlər kabelə interfeys platası, yəni şəbəkə adapteri vasitəsilə birləşdirilirlər. 29. Deyir, hansı xarici daş qurğusudur? Demişdik ki, xarici daş qurğuların tərkibində D hərfi. D hərfi də olanda hansıdır burada? HDD. D-dir. Bəli. Tmos. Daxili yaddaşdır, RAM. Müvəqqəti DRAM. Daimi yaddaşdır, SAP. Bu da ki, prosessordur. Prosessor. Belə. 30 da Gəldik yadımda 90-cı qaldı. suala. Səmimi, driver. Onu da siz Bəli, demişdiniz. proqram deyirsə, ağlımıza nə gəlir? Driver. Driver. Periferiya qurğuları ilə əməliyyat sistemi arasında əlaqə quran proqramlar toplusu adlanır driverlar. Şunu da deyəndə translyator idi, elə müəllim. İlkin proqramdan maşın dilinə çevirən translyatordur. Hə, hə. Kontrollərdə mikrosxem sözü var. Mikrosxem. Mikroskop. Translyator ilkin proqramı maşın dilinə çevirir. İlkini Onu çevirir bilirdim, nəyə? hə. Maşın dilinə. Kompilyator bütünlükdə maşın dilinə çevirir. Proqramlaşdırma dilləridir bunlar. Port da ki, xarici qurğuların qoşulması üçün istifadə olunan yuvalardır. Bilirsiniz də portlar nədir?
USB portu var, HDMI Bəli. portu var, Kim var? LPT portu var, COM portu var. Baxaq 31-ci suala. Deyir C1 xanasındakı düstur C3 xanasına köçürüldükdə. Hı -hı. Gəlin C1-i köçürək C3-ə. C1-in funksiyası verilib, tələb olunur ki, bunu C3-ə köçürtmək lazımdır. C1-dən C3-ə dəyişəndə nələr dəyişir? Sütunları eynidir, sətrin 2 vayd artır. Deməli, burada A olduğu kimi qalacaq. Sətrimi 2 vayd artıracam. Olacaq 3. Toplansın. If A1 olacaq A3 böyükdür. B dollar 2. Demişik ki, dollar nəyin qabağındadırsa o dəyişməzdir. Olacaqdır A4 B3 toplansın 2. Düzdürmü? Yazdıq. Biz ifin qaydasını bilirik. İfin qaydası budur ki, əgər şərtin ödənsə birinci əməliyyatı yerinə yetirirsən, ödənməsə ikinci əməliyyatı yerinə yetirirsən. Şərtimizə baxaq. A3-ün yerində durur 7. Böyükdür. B2-nin yerində nə durur? 6. 7 böyükdür 6-dan. Bəli. 7 böyükdür 6-dan. Bəli. Deməli, mən burada A4-ün qiymətini götürəcəm ümumi funksiya olaraq. A4-ün də qiyməti durur 5. Demək, bu ifadədə alınan qiymət ümumilikdə 5-dir. Və indi hesablayacağam. A3-ün Ben yerində niye A4 7. oldu, A3 olmadı? Bu tərəfdəki A2. Hər üstünə 2 gəldi ona görə. Hə, sətr axı 2 vayd artır. Nice, tamam. Hə, hə. Başa düşdüm. 7 toplansın 5, toplansın bu sağdakı 2. 7, 5, 12, yerə də 14. Cavabımız olacaqdır 14. Y variantı. Müəllim, burada A1 B2-dən böyük olmasaydı, onda hansını eləyəcəkdik? A1 yox, biz A3-dən işləyirik axı burada. A3 B2-dən işləyirik. Onda B3-ün qiymətini götürəcəkdin. Ümumilikdə funksiya olacaqdı B3-ün qiyməti, yəni 8. Baxaq, indi bana məsələn başlamaq aşağıdan hansısa istifadə edilə bilməz. Hə, 32-ci suala. Başlamaq deyir. Başlamaq nə deməkdir? Start. Düzdürmü? Start, bəli. Startda nə olurdu? Dəfələrlə demişəm ha, dəfələrlə. Demişəm with previous, after previous, On on click. Nə zaman desəydi nə olacaqdı? Medium. Fast olacaqdı, Fast. slow olacaqdı, medium olacaqdı. Bəli. Olacaq indi cavabımız 2, 4, 6. 6. Müəllimə belə asan düşsəydi nə var 3, idi 4, 6. suallar? Allah. Asan yox, siz bilirsiniz. Həmin suala xanım nəticə bizdən görürəm. Nəticə suallar o dərəcədə deyil, axı bunlar çox asandır. 23-ün birinci cəhdi ilə indi ikinci də çox rahatdır. Hı. Siz Bax, təsəvvür edin, mən otuz- elə şeyləri səhv eləmişəm. Orada printer tapşırığını səhv eləmişəm. O boyda hesablama eləmişəm. Fikir verməmişəm Olar ki, ki, orada əmələ çıxa bilərsən. Olar. Orada current Yardımcı. varsa, current Tamam. varsa orada rəqəm dəyişmir, elə bir Sağ ol. qalır. Düzdür. Nəysə. Mən dərsdə kimləri görürəm? Amin. Salam. Salam, mənim necəsiz? Yaxşıyam, sağ ol. Sən necəsən? Şükür, yaxşıyam mən də. Neçə illərdən sonra dərsə qoşulmusan? Aylardan sonra mənim il keçməyib belə. Hə, il keçməyib. Mən bir dənə bir ay əvvəl 2025-ci il idi. Müddətə baxırıq da biz. Yaxşı, Amin, yaxşı. 33-cü suala baxırıq, Amin. Təqdimat proqramı barədə hansı fikir doğrudur? Slayd obyektinə verilmiş animasiya lentin home tabından silinir. Xeyr. Animations tabından silinir. Çünki obyekti verirsə bu animations tabıdır. Slaydların dərs sxemi lentin insert tabından verilir. Xeyr, yanlışdır. Təqdimatın hər bir slaydına müxtəlif aşağı sərlövhələr vermək olar. Doğrudur. Çünki biz demişik ki, burada header footerlar vermək olur və hər bir səhifədə fərqli-fərqli səhifə nömrəsi vermək mümkündür. Header footerdır. Baxın, gəlin bunu da göstərək sizə. PowerPoint-a daxil oluram. PowerPoint-də bu demək, insert hissəsindən header və footer var. Burada slide number hissəsində footer görürsünüzmü? Gəlin bura daxil edirəm 6. Bir var apply, bir də var apply to all.
Apply tool etdikdə bu zaman bütün hamısında görsənir. Altı yazılması səhifənin. Baxın apply. Bura altılar yazmışam, görürsüz. Baxın 6 bütün slaytlarda var. Amma mən gəlib bunu fərqli də verə bilərəm. Buradan yalnız yazıram, tutaq ki 8, bir dənə apply edirəm. Bu səhifədə yazılacaq 8. Amma digərlərində 6 olduğu kimi qalacaqdır. Bu da deməkdir ki, biz hər bir slayda müxtəlif aşağı sərlövhələr yerləşdirə bilərik. D variantı tamamilə yanlışdır, yazıb recycle bin qovluğunda saxlanılır. Y variantda da yazıb ki, slaytların nömrələri lentin slayt. Xeyr, bu da yanlışdır. Gəldik 34-cü suala. 34-cü sualda deyir ki, Neyman, hər bir komitə hansı hissələrdən ibarət olmalıdır? Sizcə hansı hissələrdən ibarət olmalıdır? Mərkəzi və periferiya. Bəli, mərkəzi və periferi hissələrdən ibarət olmalıdır. Gəldik 35-ci suala. Tələb olunur ki, ikilikdən keçid onluq say sisteminə. İkilikdən onluğa keçirmənin qaydasını bilirsiniz. Sondan başlayıb sıfırdan nömrələmək lazımdır. Axır ki öyrəndim mən bu. Bəli. 26 Sondan olmalıdır. başlayıb sıfırdan nömrələyirsən. Aldım buradan 1 vur 2 üstündə 4. Toplansın 1 vur 2'nin kubu. Sıfırı nəyə vursan sənə 0 verəcək deyə hesablama zamanı nəzərə alınmır. Toplansın 1 vur 2 üstündə 1. Bərabərdir. 16 toplansın 8, toplansın 2. Verəcəkdir sənə 26. O da olacaqdır Y variantı. Növbəti gəldim. 36-cı sual. 36-cı sualda yenə də baxın, heç nə bilmirsiniz, tutaq ki, Windows 11-dən. Burada nə yazılıb? Taskbar. Taskbar nə deməkdir? Tapşırıqlar paneli. Deməli, cavab adıdır. Bu qədər sadə. Verilmiş şəkildə necə keçmək olar? Tapşırıqlar panelində. Bu qədər. Gəldik 37-ci suala. JPG və PNG üçün ortaq olan ikisi raster qrafikasıdır. Bu yəni bəllidir. JPG və PNG ikisi də rasterdir. Qrafik fayldır, internetdə geniş istifadə olunur. 6-dır. Qrafik fayldır və internetdə də geniş istifadə olunurlar. Həmçinin də ki, fayl genişlənmələridir. 2, 4, 6, 7. Deyir, bu nədir? Bu bilir ki, formatı silmək üçündür. Burada baxın, salam ifadəsi vermişdim. Mən haradadır o salam? Bayaqları buraya yazmışdım. Belə bir ifadə yazıram. Gəlirəm bunun formatını silirəm. Bu pozan işarəsi. Formatı silmək üçündür. B variantı. 39. Hər hansı internet var. Aha. Deyir. Deyir, protokolu göstər. Protokol. Protokol edə burada hansıdır? www. HTTP-ni işarələyib deyirəm www. HTTP. www burada internet xidmətidir. Baxın, yazıram. İnternet xidməti. Xidməti. ftpbooks.com isə bildirir domen Hə. adını. Tamam. Domen adını. Все. Bizdən də protokol istəyir, oldu HTTP. Səhifə kənarında xəttkeş əks olunmur. Xəttkeş nələrdə olurdu? Print layoutda, web layoutda, draftda. Nələrdə xəttkeş olmur? 2-də, 4-də. Biz demişik ki, axırı T ilə bitənlərdə nə olurdu? Xəttkeş olurdu. Axırı T ilə bitənlərdə xəttkeş var. T ilə bitməyənlərdə isə xəttkeş yoxdur. Oldu cavab 2, 4. D variantı. Alignment qrupundakı hansı əmrlər? Şaquli. Şaquli düzləndirmə. Şaquli düzləndirmə yuxarıdan aşağıya doğru düzləndirilmədir. Yuxarıdan aşağıya doğru düzləndirilməyə bir dənə baxın üçüncüsünə. Bir dənə üçüncünün quruluşuna baxın yuxarıdan aşağıya doğru. Cavabımız oldu 3. Bu üfüqi düzləndirmədir. Birinci. Üfüqi. Çünki N1
xətt üzərində hərəkət edir. Amma bu yuxarıdan aşağıya doğru, yəni şaquli düzləndirmədir. Qırx ikinci sual. Müəyyən qaydalar əsasında təşkil olunub, xarici yaddaşda saxlanılan verilərin toplanmasına ixtiyari informasiya yığımıdır. Bu informasiya massivlərini müəyyən qaydalar əsasında təşkil olunmuş hər hansı obyekt haqqında xarici yaddaşda saxlanılan qarşılıqlı əlaqəli verilənlər yığımıdır. Niyə xarici yaddaşda saxlanılsın? Böyük informasiya massivlərinin saxlanılması, bu da əlaqəsi hər hansı bir yerdən olan nəzərdə. Siz bunu nə yazmısınız? A daim Zaman müəllim. 41 D olar, hə müəllim? 42, 42. 42 A götürülübdür. Buraya yazıb ki, xarici yaddaşda saxlanılan verilənlər yığımıdır. Xarici yaddaşda saxlanılır. O söz biraz adamı çaşdırır. Deyir xarici yaddaş. Qoy bir də oxuyum digər variantları. İxtiyari informasiya yığımıdır. Yox, manipulyasiya yox. Yox. Bir dənə A variantı qalır. Xarici yaddaşda saxlanılan qarşılıqlı əlaqəli verilənlər yığımıdır. Əslində belə baxanda bütün informasiyalar xarici yaddaşda yadda saxlanılır. Digər variantları çıxdaş eləyəndə bir dənə A variantı doğru qalır, amma xarici yaddaş məsələsi biraz burada müəmmalıdır. Amma hər halda bütün variantları çıxdaş eləyəndə A qalır. Sonra 43-cü sual. Bu nə var yazmağa? İmtahanda bu düşsə gedib 2 vur 2 kimi yazacaqsınız. Hansı lent qrupudur bu? Təbii ki də font. Paragraf deyil bu. Paragrafdır, bəli. Paragrafdır. Paragrafdır. Demişik ki, paragraf lent qrupu həm home tabında var, baxın paragraf. Həm də layout tabında var paragraf. Olacaq. Sağ variant. Demişsiniz elə birində daha genişdir. Bəli, Vüsalə. Demişdik ki, home tabındakı daha genişdir. Genişdir, Ətrafı bəli. çoxdur. Amma layout da cəmisi bax 2-3 dənə əmri var. Azdır. 44-cü sual. Seyf foto şəhərlər Bakı qovluğunda iş görürdü. Sonra kataloq. Aha. Deyir ki, tələbə bu qovluğun üzərində iş görürdü. Kataloq ağacında bir səviyyə qayıtdı. Bakıdan əvvələ qayıtdı. Şəhərlər sonra Sumqayıt gəlir. Deyir, şəhərlərə daxil oldu, Sumqayıta girdi. Artıq Bakıdan çıxdı da bu. Düzdürmü? Bakıdan çıxdı. Şəhərlərə getdi. Şəhərlərin içindən Sumqayıt qovluğuna daxil oldu. Sumqayıt qovluğundan da foto.15 JPG faylını sildi. Bizdən tələb olunur ki, tələbənin sildiyi faylın tam adı hansıdır? Bakıdan çıxdı axı, Sumqayıta daxil oldu. Cavabımız oldu D variantı. C diski, foto, şəhərlər, Sumqayıt, foto 15 JPG. Bunu məntiqlə də belə tapmaq olar. Baxaq 45-ci suala. Əsas fəaliyyət prinsiplərinə aid deyil. Bu keçən dəfə də var idi. Elektron hökumətdən suallar düşür. Bir düzdür. Məndə də əzbər qalıb gəldim. Elektron hökumət e-gov.az səhifəsidir. e-gov.az. Yazıb ki, sənədlərin kağız daşıyıcı. Bu tamamilə səhvdir. Belə bir şey ola bilməz ki. İstifadə edici sənədlərin uzun müddət. Deyir ki, istifadə edici sənədi uzun müddət. Siz heç buna razı olarsınız uzun müddət. Belə qurum sənədi məsələsi doğrudur. İşləmək əslində işçilərə əmək haqqının vaxtında verilməsinin buna nə adiyyəti var ki, e-gov.az-a? 2-3-5. 2-3-5. Olacaqdır 2-3-5 deyil. Baxaq 46-cı suala. Verilənlər bazası modelləri. Verilənlər bazası modelləri hansılardır? Hiyerarxik, şəbəkə, obyekt yönlü, relyasiya. Obyekt yönlü var, şəbəkə var, hiyerarxik var. Oldu cavabımız 1, 2, 4.
Windows 11 əməliyyat sistemində fail hansı halda mübadilə buferinə düşmür? Fail ümumiyyətlə nə zaman mübadilə buferinə 5'ti. düşməz? Demək, kat əmri icra edildikdə düşür. Bu düşür. Bu Bu düşür. düşür. 5, biri 5'ti mənim. File Explorer panel, faili sürükləməklə mübadilə buferinin nə O da əlaqəsi var? olmaz. 2 yanlışdır. Klaviaturadakı Ctrl və past eləməkdir. Past Bu eləyir. zaman mübadilə buferinə düşmür axı. Past eləyir sadəcə. Copy əmri icra edildikdə bəli mübadilə buferinə düşür. Düşür. Hani send to. Yadınızda saxlayın ki, bu send to-da bir də move to-da mübadilə buferinə düşmür. Send to, move to. Bunlardan mübadilə buferinə düşmür. 2, 3, 5. 48. Hə, mənim o birisində də məsələ asandaydı. Bunda da kəşke qəbulda da belə düşə. Yəni ki, bayaqkindən düşsə əladır. Bu burası Bu da adam asandır. burası. Bu da asandır. Mənim bu Çətin deyil. 48 necə həll olunur? Həll edirəm sonra. Və 48 yuxarıda algoritmdir. yazılmışlar. Qiymətləri. Algoritmdir. Rahat tapdım bunu. A-nın yerində durur 150. 150 100-dən fərqli deyil Salih. Bəli. Bəli. Düşdüm həyə. 150 kiçikdir 100-dən. Yox. Düşdüm yoxa. Çünki A-nı 150 verib, B-ni 100 verib. Yoxa. A bərabərdə A minus B. A-nın yerində nə durur? 150. 150-dən 100 çıxacam, alacam 50. Düşəcəm aşağı, qalxacam yuxarı, düşəcəm aşağı. Artıq A-nın son qiymətini tapdım 50. Gəlib burada şərtdə qoyacam 50. Deyir 50 100-dən fərqlidir. Hə, düşdüm həyə. Gətirib burada artıq qoyacam A-nın yerinə 50. 50 kiçikdirmi 100-dən? Bəli, düşdüm həyə. B-nin qiyməti 100-dür, A-nın da qiyməti 50-dir. 100-dən çıxacam 50, nə olacaqdır 50? Düşdüm aşağı, qalxdım yuxarı, yenidən düşdüm aşağı. Artıq burada mən tapmışam qiymətləri birini 50, birində 50. Hər ikisində 50 tapmışam. 50-50-dən fərq edirmi? Yox. Düşdüm yuxarı və A-nı verirəm, çapa A-nın da qiyməti olacaqdır 50. Hı. Müəllim, burada mənim yadımdan çıxıbdı ki, bərabərin üstündən xətt çəkiləndə o nə deməkdir? Fərqlilik deməkdir. Bax, riyaziyyatda var da bir sualın. Bu nə şifrəsidir? Bərabər olmasın, fərqlilik deməkdir. Hı. Mənim unutmuşam onu. Gör neçə ildir riyaziyyat keçmirəm. Yaxşı. Baxaq, 49-a. 9-a deyir ki, produkt. Produkt nə deməkdir? Hasil. A6 xanasının qiyməti nəyə bərabər olar? Gəl baxaq. A1 C3 diapazonu verib. A1 C3-ün arasında yerləşən ədədlərimizi gəl seçək. Burada ədədlərimiz 2-dir, 3-dür, 5-dir. Bəzi tələbələr burada faktor 3-ü də götürüblər, 3 faktorial kimi xeyr. Əgər qarşısına bərabər işarəsi versəydi, o zaman funksiya kimi hesablayardınız. Amma bərabər işarəsi vermədiyinə görə bu sadəcə hər hansı bir mətindir. Buradakı ədədlərimiz 205-dir. Gəlib buraya yazacağım 2 vur 3 vurulsun 5. Sonra mənə veribdir A5. A5-in yerində durur 2, vurulsun 2. Və C5. C5-in də yerində durur 5. 2 vur 3 vurulsun 5, vurulsun 2, vurulsun 5. Bunun da hasili bizə verir 300. Cavabımız oldu 300. Aynen produkt nə deməkdir bir dənə yadımıza salım. O cədvəl Hasil. var ya, mən gəlib tapam. Produkt hasil. Hı hı. Hasil. Produkt hasildir. Bax, burada da Tamam, sana bunlar verib də. Yadıma salmayayım. Produkt, nəsə yazıb bura. Proizvet. Kvadratı nə idi? Ya qüvvəti? Qüvvəti power. Hə, power qüvvət. Hə, yadıma düşdü. Power. O birlərini bilirəm. Minimum var, maksimum var. Öbürlər rahatdır, hə. Toplama var. Onları bilirəm. Toplamadır, average-lədir, ortadır. Ədədlərin Hə, o- sayıdır. Faktorialdır. Faktorialdan Bax. hansı idi? Fakt yazılır, fakt. Hə, yadıma düşdü. Çox sağ ol. Buyurun. Sistem proqramları. Sistem proqramları kompüter resurslarının idarə olunması. Niyə? Çünki bu əməliyyat sistemləridir.
Əməliyyat sistemləri. Biri aiddir A. Sonra müəyyən sinif. Müəyyən sinif məsələləri təbii ki, də tətbiqi proqram təminatına aiddir. 2 aiddir B. Kompüter istifadə üçün konkret. Konkret məsələlərdir, müəyyən sinif məsələlər, bunlar hamısı tətbiqiyə aiddir. Müxtəlif proqram məhsullarının yaradılması. Yaratmaq varsa, bu proqramlaşdırmadır. Proqramlaşdırmada aiddir instrumentala. Tətbiqi proqramlar üçün işləm mühitinin təmin edilməsi. Bu da aiddir sistem proqram təminatına. Gəl. Belə. Bu da oldu. Bizim 2023-cü illərin qəbul sualları. Qoyun mən dayandırım indi.